Salam, xoş gördük TV'nin dəyərli izləyiciləri. Günün ilk yayımını təqdim edirik. Bugünkü yayımıza Prezident İlham Əliyevin Özbəkistan səfəri və səfər çərçivəsində keçirilən görüşlər, qəbul olunan qərarlar barədə söhbət aparacaq. Həm söhbəti Milli Məclisin deputatı Sevil Mikayılova. Sevil xanım, xoş görürük. Siz xoş gəlmisiniz. Xoş gördük. Sevil xanım, qeyd etdiyim kimi, həqiqətən tarixi bir səfər alındı və bu səfərdə qəbul olunan qərarlar, keçirilən görüşlər. Mən ümumiyyətlə bir səfərə ümumi prizmadan baxmağını xahiş edəcəm. Ondan sonra konkret detallar üzərində dayanarıq. Həqiqətən də çox vacib bir görüş idi. Bu, Mərkəzi Asiya ölkələrinin əslində formatında keçirilirdi. Amma bu dəfə bu görüşə Azərbaycan dəvət olunmuşdu. Və Azərbaycanın iştirakçılığı əslində ümumilikdə bu görüşün formatını dəyişdirmiş oldu ki, biz düşünürük artıq bu həm geosiyasi, həm geoiqtisadi baxımdan tamamilə yeni bir strukturun, təşkilatın yaranması anlamına gəlir. Yəni bundan əvvəl də bildiyiniz kimi Mərkəzi Asiyanın 5 ölkəsi arasında müxtəlif platformalarda, müxtəlif sahələrdə əməkdaşlıq təşkilatları formalaşmışdı və onlar çox aktiv şəkildə bölgəsəl ölkə olaraq bir-biriləri ilə əməkdaşlıq edirlər və həm siyasi baxımdan, həm iqtisadi, həm humanitar baxımdan təbii ki, müzakirələr aparmaq və gələcək işlərini müəyyənləşdirmək üçün məkanları var idi. Amma bu dəfə Azərbaycanın artıq Mərkəzi Asiya ölkələri ilə 500+1 platforması, yəni bunu biz belə adlandıra bilərik. Bu çərçivədə əməkdaşlığa qoşulması ümumilikdə Mərkəzi Asiya ölkələrinin özlərinin də imkanlarını artırmış oldu və Azərbaycan üçün də ümumi onun fəaliyyətinə əlavə imkanlar əlavə etdi. Və biz düşünürük ki, məhz belə bir şəraitdə artıq biz gələcəkdə yeni iqtisadi layihələrin həyata keçirilməsi, yeni iqtisadi yüksəliş, həm Cənubi Qafqaza gedən proseslərin özündə yeni bir katalizatorun olduğunu şahidi olacağıq və nəticə etibarilə biz həm Cənubi Qafqaz, həm Mərkəzi Asiyanın həm əməkdaşlığını genişləndirmiş olacağıq gələcək perspektivdə. Amma eyni zamanda biz artıq coğrafiyamızı genişləndirmişik də bunu bəyan edə bilərik. Niyə görə bu çox vacibdir? Siz də az əvvəl onu tarixi səfər adlandırdınız və təbii ki, bununla razılaşmamaq mümkün deyil. Çünki bundan əvvəl Mərkəzi Asiya Donald Trump'ın da səfəri olmuşdu və burada 500+1 formatında bir yığıncaq toplantı keçirilmişdi. Ümumi məqsəd isə Mərkəzi Asiyanın mövcud potensialını düzgün dəyərləndirmək və Mərkəzi Asiyanın dünyaya açılımına yardım etmək məqsədi daşıyırdı. Və Donald Trump'ın hər ölkə ilə imzaladığı, hər ölkəyə etdiyi təkliflər nəticə etibarilə onların iqtisadi müstəqilliyi, yeni iqtisadi imkanlarının dəyərləndirilməsi və üzə çıxarılması, amma eyni zamanda bunun real işdə öz təcəssümünü tapması üçün əməlin həyata keçirilməsi və daha geniş anlamda isə biz bunu xüsusi olaraq qeyd etməliyik ki, bu bölgəsəl ölkələrin təhlükəsizliyi, bugün mövcud olan həm kiber təhlükəsizlik, həm belə deyək, ümumilikdə qida təhlükəsizliyi, iqtisadi təhlükəsizlik və s. Yəni bütün bu anlamlarda bu ölkələrin ümumi bir belə deyək təhlükəsizlik çərçivəsini formalaşdırmaq kimi də nəzərdən keçirə bilər. Və nəzərə alsaq ki, bölgə özü mürəkkəb bölgədir və buraya daxil olmağın özü də çox çətindir. Bildiyiniz kimi Mərkəzi Asiya ölkələri Sovetlər Birliyindən öz müstəqilliyini qazandıqdan sonra, yəni 91-ci ildən sonra gedən proseslərə baxsaq, ümumən bölgədə lider ölkələr var, Rusiya və Çin və belə bir şəraitdə Mərkəzi Asiya ilə yəni ayrı bir bölgənin buraya gəlməsi və burada hansısa bir investisiya layihəsinin həyata keçirilməsi, yəni bu bir qədər məhdud çərçivə xarakteri daşıyırdı. Amma hal-hazırda isə biz artıq dəyişən dünyada və ümumi geosiyasi maraqların özünün də müxtəlif vektorlarının formalaşdırdığı bir məqamda artıq Mərkəzi Asiyanın da fərqli bir geosiyasi müstəviyə və ölçüyə daxil olduğunu şahid oluruq. Əlbəttə, Sevil xanım, siz kifayət qədər maraqlı məqamlara toxundunuz. Mən istəyirəm belə bir məsələ üzərindən gedək. Cənubi Qafqaz və Mərkəzi Asiya bu qərarla artıq birləşmiş olmaqdadır. Nəzərə alsaq ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq, yəni faktiki olaraq iki region artıq birləşir və bu daha böyük coğrafiyada təhlükəsizlik, sabitlik, iqtisadi əlaqələrin dirçəlməsi anlamına gəlmir. Ümumiyyətlə bax bu prizmadan baxdıqda bu səfərin nəticələrini necə qiymətləndirə bilərik?
Mən buna daha geniş geosiyasi aspektdən yanaşmağımızı istəyərdim. Niyə Buyurun. görə? Çünki biz əgər baxsaq 10 illiklər boyu, biz hələ uzaq keçmişə getmirik, yaxın keçmişdən danışırıq. 10 illiklər boyu Cənubi Qafqaz uğrunda çox böyük bir rəqabətin olduğunu biz görmüşük. Həm Gürcüstan, həm Ermənistan, həm Azərbaycanı öz tərəfinə çəkmək, öz siyasi təşkilatlarında görmək istəyən qüvvələr, ölkələr, təşkilatlar kifayət qədər olub. Biz təbii ki, bərabər hüquqlu əməkdaşlıqdan heç zaman qaçmamışıq və buna hazır olduğumuzu bəyan etmişik. Bir sıra hallarda bəli, biz qoşulmuşuq da bu təşkilatlara, amma nəticədə gördüklərimiz isə bizi məyus edibdir və biz burada ikili standartlar, təzyiq elementlərinin artması, istifadə etmək ölkələrdən sadəcə olaraq öz maraqların üçün və burada strateji hədəfləri də biz artıq aydın görməyə başladıq ki, məqsəd əməkdaşlıq deyil, məqsəd bu bölgəyə kömək etmək deyil, məqsəd bölgənin təhlükəsizliyi deyil, əksinə məqsəd buraya yerləşmək və böyük güclər arasında gedən mübarizənin aləti olmaq. Yəni budur. Buna görə də biz burada xüsusi olaraq getməyəni, bunu tək biz demirik, bunu artıq Dünya Birliyi də qeyd eləyir və bunu bildirirlər ki, Azərbaycanın müstəqil siyasəti ümumən Cənubi Qafqazı xarici təsirlərdən qoruya bildi. Yəni biz baxmayaraq ki, 30 il münaqişə şəraitində yaşadıq və bildiyiniz kimi bizim münaqişənin həlli ilə bağlı mediator təşkilat var idi, ATƏT-in Minsk qrupu. Eyni zamanda burada artıq 3 həmsədr ölkə var idi ki, dünyanın aparıcı dövlətləridir, Birləşmiş Ştatlar, Rusiya, Fransa. Eyni zamanda ATƏT-in Minsk qrupuna daxil olan digər 9 ölkə var idi ki, onlar da kifayət qədər güclü iqtisadiyyatı olan, bu və ya digər şəkildə siyasi anlamda sözü çəkisi nüfuzu olan ölkələr idi. Amma nəticə etibarilə biz nə görürük? 2020-ci il 44 günlük müharibə. Yəni bu o deməkdir ki, Azərbaycan artıq çox qısa bir zamanda başa düşdü ki, bu cür formatlar, bu cür boş vədlər, arxasında əməl olmayan danışıqlar masası nəticədə heç bir həllə aparıb çıxarmayacaqdır və məqsəd söylədiyimiz kimi bölgədə öz təsirlərini qoruyub saxlamaqdır. Və biz 44 günlük müharibədən sonra cənab prezident bunu bəyan etmiş ki, bu Cənubi Qafqazın həyatında fərqli bir səhifənin açılmasını ehtiva edir həm də. Yəqin ki, uzaq perspektivdə həm də bu cür əməkdaşlıqları nəzərdə tuturduq. Və bugün bəli, Cənubi Qafqazın məkan olaraq potensialı çox böyük dəyərləndirilir. Bildiyiniz kimi bugün artıq dünyanın təhlükəsizlik sistemində həm logistika baxımından, həm aparıcı xətlər, hubların yaradılması, enerji təhlükəsizliyi və ümumən dünyada gedən proseslərdə bir təhlükəsizlik adasına çevrilmək bu asan başa gəlməmişdi, amma bugün artıq bütün dünyanın bundan necə yararlandı? Mən niyə görə bütün dünya deyirəm? Çünki biz həm şərqə, həm qərbə, həm şimala, həm cənuba baxanda biz Azərbaycanın burada həqiqətən parlaq rolunu görürük. Məsələn, COVID-19 pandemiyasında yük daşıma qabiliyyətinin ümumən dünyada gedən proseslərə görə məhdudlaşdırdığı bir dönəmdə Azərbaycan zamanında yaratdığı nəqliyyat kəmərlərini istifadəyə verməklə əslində böyük bir bölgənin nəqliyyat təminatını həyata keçirmiş oldu və düşünürük ki, məhz bu cür yanaşma ilə də biz dünyanın təhlükəsizlik sisteminə töhfə verdiyimizi bir daha göstərdik. Və bugün yenə də dünyanın Azərbaycana çox böyük ehtiyacı var. Bildiyiniz kimi Avropa Birliyinin enerji təhlükəsizliyi ilə bağlı yaşadığı bugünkü problemlər, Azərbaycanın da burada yenə də cəsarətli iştirakçılığı, əlbəttə ki, qərb tərəfdaşlarımızın da diqqətindən qaçmır və Azərbaycanla enerji xartiyasının imzalanması da məhz Azərbaycanın Cənubi Qafqazın lider ölkəsinin apardığı müstəqil iqtisadi siyasətin həm də verilən dəyərdir. Bu Azərbaycanın etibarlı tərəfdaş kimi tanınmasının da göstəricisidir. Yəni biz burada təbii ki, ekskurs edib yaxın keçmişə bir sıra layihələr, bir sıra təşəbbüslərin Azərbaycanın nə qədər əhəmiyyətli olduğunu qeyd edə bilərik. Amma bugün artıq biz gələcəyə baxırıq. Biz gələcəyə baxdığımız üçün də bugün artıq biz 5+1 formatından danışırıq. Buna qədər bizim bəli 3+3 formatımız da var idi. Amma biz yəni üçlü formatlardan söhbət gedir. Amma biz daha realını həyata keçirməklə Mərkəzi Asiya ölkələri, Azərbaycanı bağlayan tarixi köklər, mədəni köklər, dini köklər, yəni bütün bunları da bir araya gətirərək, yəni
düzgün sağlam istiqamətdə əməkdaşlığı inkişaf etdirərək əslində bu gün biz bir sıra layihələrin həm investisiya layihələri, həm logistika layihələri, həm təhlükəsizlik üçün çox önəmli olan layihələr. Bunların həyata keçirilməsinə də nail olacaq və artıq logistika ilə bağlı düşünürəm ki, orta dəhlizin həyata keçirilməsi cənab prezident Daşkənddə çıxışında bunu xüsusi olaraq vurğuladı ki, orta dəhlizin önəmli bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin açılması və onun Azərbaycan tərəfinin tikintisinin başa çatdığını qeyd edir. Yəni əslində bu bir ismarış mesaj xarakterli idi. Skeptisizm var idi və söylüyürdü ki, yəni Ermənistandan gələn çağırışlar nə idi? Bəyanatlar ki, Zəngəzur dəhlizi açılmayacaq, bu Azərbaycan ərazi iddiasıdır və s. Yəni bu cür cəfəng fikirlər səsləndirirlər. Həm müxalifət tərəfindən, həm ara-sıra siyasi hakimiyyət tərəfindən də biz bu cür bəyanatların şahidi olurduq. O dəhliz deyil, yoldur, yol deyil, dəhlizdir. Yəni bu kimi bəyanatlar səsləndirməklə prosesləri tormozlamaq istəyirlər. Amma yenə də biz 8 avqustda artıq Birləşmiş Ştatlarda TRIP adı ilə Ermənistan ərazisindəki hissənin həyata keçirilməsi ilə düşünürük ki, Zəngəzur dəhlizinin nəticə etibarilə açılmasının şahidi olacaq və yenə də Azərbaycan zamanı qabaqlayıbdır. Çünki biz artıq Ağbəndə qədər yolun tikintisinə 90% nail olmuşuq və cənab prezident bəyan edib ki, 2026-cı il mart ayında artıq istifadəyə veriləcəkdir bu yol. Eyni şəkildə də Naxçıvan ərazisi. Yəni biz hazırıq və bu gün artıq Ermənistan tərəfi həmin o 42 kilometrlik yolu, öz ərazisindən keçən yolu bərpa etməsi, tikməsi ilə əslində dünya yeni bir logistika kəmərini qazanacaqdır ki, bugünkü baş verən siyasi, yəni Azərbaycan burada iştirakçılığı yoxdur təbii ki, bu siyasi konfliktlərdə, amma bugün Qərb, Rusiya arasında gedən həmin o çaxnaşmalar və aparılan təhlillər də onu göstərir ki, yaxın gələcəkdə nə qədər təəssüfləndirici olsa da bunun sonu görsənmir və belə bir şəraitdə təbii ki, dünya daha təhlükəsizlik nəqliyyat arteriyalarına ehtiyac duyur və bu anlamda Azərbaycanın iştirakçılığına heç bir qısqanclıq da yoxdur. Azərbaycanı hamı qeyd etdiyimiz kimi etibarlı tərəfdaş kimi qəbul edir və ona görə də məhz Çin daxil olmaqla bölgənin digər ölkələrini də özündə birləşdirərək Azərbaycan üzərindən keçəcək və sonra isə daha uzaq coğrafiyalara yük daşımlarını təmin edəcək orta dəhliz bugün artıq reallaşmaq üzrədir. Amma buna qədər də Azərbaycan həyata keçirdiyi digər layihələr, Bakı-Tbilisi-Qars layihəsi, Ələt limanının fəaliyyəti, yəni bunun da həm simbioz biz yük daşımalarının həyata keçirilməsinə nail olduq, amma eyni zamanda yük daşıma qabiliyyətlərinin artırılması üçün də layihələri irəliyə aparırıq. Çünki ehtiyac yaranmışdı buna və gələcəkdə də düşünürəm ki, bugün artıq Azərbaycanın hazırladığı, başladığı layihələrin həyata keçirilməsi ilə həm yükdaşıma qabiliyyəti artırılacaqdır. Məsələn, Ələt limanında gəlib 16 milyon təşkil edirsə illik, gələcəkdə bunun daha da artırılması nəzərdə tutulur, hətta 2 dəfəyə qədər artırılması hədəflənir. Yəni ehtiyac var, tələbat var, bunu söyləməliyik. Bu özü də çox müsbət bir hal kimi dəyərləndirilməlidir və məhz bu şəkildə də düşünürəm ki, əməkdaşlıq davam edəcək. Və sual yarada bilər ki, axı niyə görə bugün bu daha aktualdır? Bugün niyə görə belə bir böyük maraq formalaşıbdır? Bugün dünyanın mineral ehtiyatlara olan ehtiyacı artmaq üzrədir. Bugün dünyanın elektrik enerjisinə olan tələbatı artmaq üzrədir. Əhali artır, iqtisadiyyatlar böyüyür və məhz bu baxımdan təbii ki, dünya bazarlarında da bir sıra regionlarda tükənən və əvəzlənməsi vacib olan minerallar və onların axtarışına çıxıblar ki, bu artıq ehtiyac formalaşdırıbdır. Və bu mənada biz baxsaq, Mərkəzi Asiya ölkələri həqiqətən də çox cəlbedici bir bölgədir və xüsusən biz burada az əvvəl 500 dəqiqəlik formatında keçirilmiş Donald Trumpın iştirakçılığı ilə Mərkəzi Asiya və Birləşmiş Ştatlar görüşünə baxsaq, burada Qazaxıstandan xahiş mi deyək, müraciət mi deyək, məhz Uranla bağlı idi ki, bəli, bugün Afrikada bu ehtiyatların müəyyən mənada azalması gedir. Bir sıra hallarda yenə də konfliktli situasiyalar imkan vermir ki, bu ölkələr öz faydalı qazıntılarını dünya bazarlarına bərabər hüquqlu şəkildə çıxara bilsinlər. Burada bir sıra faktorlar var
var təbii ki, onun Əlbəttə. üzərində dayanmaq olar və məhz belə bir şəraitdə Mərkəzi Asiya coğrafiyaca yaxındır. Azərbaycan yol təklif eləyir, Birləşmiş Ştatlar investisiya qoymağa hazırdır. Və belə bir şəraitdə təbii ki, yəni Mərkəzi Asiyanın yenə də biz artıq artan rolunu görürük dünya bazarları üçün, xam mal bazarında xüsusən onun əmtəələrinin kifayət qədər böyük ehtiyac olduğunu görürük və buna görə də düşünürük ki, yaxın gələcəkdə ümumən bu 500+1 formatı həm Azərbaycan iştirakı, həm Birləşmiş Ştatların iştirakı ilə keçirilmiş görüşü nəzərdə tuturam, öz real effektini verəcəkdir. Əlbəttə. Sayın xanım, o zaman belə bir sual ünvanlamaq istəyirəm. Formalaşmaqda olan yeni dünya nizami kontekstindən dəyərləndirsək bax bu görüşləri, bu keçirilmiş formatları, həyata keçən formatı. Sizmi, bugün dünya artıq, yəni Türkiyə prezidenti cənab Ərdoğanın da sözlərini desək, dünya 5-dən asılı vəziyyətdə yaşaya bilməz. Və çox təəssüf ki, uzun illər boyu, 10 illiklər boyu formalaşmış bu siyasi quruluş artıq böhran vəziyyətindədir. Və məhz buna görə də, yəni dünya dəyişib. 45-ci ildə əgər Birləşmiş Millətlər Təşkilatı yarananda fərqli bir dünya siyasi xəritəsi mövcud isə, indi dünya siyasi xəritəsi fərqlidir. Və bu fərqliliklər təbii ki, dəyişikliklərə də ehtiyacı yaradır. Ona görə də biz az əvvəl məsələn müxtəlif qütblü dünyanın biz artıq bir qütblü, iki qütblü də demirdik. Əgər bundan əvvəl iki qütblü idi, sonra bir qütblü, sonra yenidən iki qütblü dünya. Yəni bu cür belə tarixi variasiyalar gedirdi. Amma indi isə artıq biz çox qütblü dünyanın yaranmasını görürük ki, dünyanın multilateralizmə böyük bir ehtiyacı var. Və məhz bu baxımdan Azərbaycanın Türk ailəsinin inkişaf etdirilməsi ilə bağlı məhvərində təbii ki, Türkiyə və Azərbaycanın dayandığı Türk birliyinin dünyanın siyasi xəritəsində kifayət qədər güclü bir faktor kimi iştirak edəcəyi mən düşünürəm ki, şübhəsizdir. Və biz Mərkəzi Asiya ölkələrinə baxsaq, yəni Tacikistan çıxmaq şərti, burada da biz yenə də tarixi kökləri görürük münasibətlərdə, amma digər ölkələr, onlar türk dilli ölkələrdir və bu türk dövlətləri təşkilatına daxil olan dövlətlərdir ki, yəni onların arasında siyasi konsensus var. Və mən bir faktı söyləmək istəyirəm, cənab prezident öz çıxışında bunu xüsusi olaraq qeyd etdi. İşğaldan azad olunmuş ərazilərdə biz bunu real olaraq göstərdik ki, yəni kimlər birinci gəldi Azərbaycanı təbrik etmək üçün, kimlər birinci Azərbaycana dost köməyini və onu simvolizə etmək üçün hədiyyələr etdilər bu ərazilər üçün. Bu türk dövlətləri idi. Biz burada əlbəttə ki, Qazaxıstan, Qırğızistan, Özbəkistan və Türkmənistanı qeyd etməliyik ki, onlar yəni bunu qəlbən ediblər, bunu səmimiyyətlə ediblər. Yenə də biz tarixi köklərimizə və qardaşlığımıza əsaslanaraq bunu deyirik ki, bu münasibətlərdən əlbəttə ki, onun potensialının böyük olduğunu da görürlər. Yəni anlaşıqlı bir mühit mövcuddur və bundan da çox şey asılıdır. Çünki biz əgər digər ölkələr, elə yaxın şərqi götürsək, elə Avropa məkanını götürsək, yəni oxşar din, oxşar dil, oxşar etnik köklər, bunlar heç də bütün hallarda dövlətləri anlaşıqlı bir mühitdə birləşdirmir. Yəni bu da bir faktor. Amma türk dilli dövlətlər, hətta təşkilatları yaratdıqdan əvvəl də, sonra da bunların arasında bir belə deyək, sevgi olubdu, bunların arasında bir rəğbət olubdu ki, bu özü də ümumilikdə təşkilatlanmada mən düşünürəm ki, kifayət qədər güclü bir faktor kimi çıxış etdi. Və nəticədə gördüyünüz kimidir, biz artıq, mən əminəm ki, bu format 500+1 Mərkəzi Asiya və Azərbaycan bu format genişlənəcəkdir və ümumən Türk birliyinin, Türk gücünün artıq həm dünyanın siyasi məkanında, həm iqtisadi məkanında, yəni söhbət qlobal əlbəttə ki, mühitdən gedir. Orada sözün bütün anlamlarında sözü olan, təpəri olan və dünya iqtisadiyyatına və siyasətinə əlbəttə ki, konstruktiv şəkildə təsir göstərə bilən bir qüvvəyə çevrilməsi yaxın gələcəkdir. Əlbəttə. Sayın xanım, mən sizə təşəkkür edirəm. Bizim üçün ailən efir vaxtı artıq yekunlaşdı. Sağ olun, gəldiyiniz üçün minnətdaram. Dəvət üçün çox sağ olun. Sağ olun. Hörmətli tamaşaçılar, yayımımız başa çatır. Xatırladım ki, həmin söhbətin milli mövzusunda deputatı sevelim. 2 ayda o ayda sağ olun, sağlıqla qalın.